Bakın, barışın şərti fikir verin. Allah'ın seçtiği her sözün yeri var. Barışın şərti təslimiyettir. Allah buyurur ki, Allah'a teslim olmayan özüyle ve başkalarıyla barış içinde yaşamaz. Eğer bugün dünyada ve cemiyette tarazlık bozulupsa bunun sebebi Allah'la insan arasındaki balansın, tarazlığın bozulmasıdır. Teslim ol. Teslimiyetin neticesi nedir? Fikir verin. Barıştır. Bak, cemiyeti düşünün de. Cemiyette mesela barışın olması için koyulan kanunlara əməl edilmesi şərtdir. Yol hərəkəti qaydalarında barışın olması için, yani yol hərəkətinin qəzadan uzaklaşması için koyulan yol hərəkəti qaydalarına əməl etmək məcburiyyətindəyik. Mən istədiyim işığında keçərəm desən, sən tarazlığı pozarsan. Cəmiyyətdə xaos əmələ gedir. Baxın, təslim olduq ilahi iradəyə, barışdıq. İslam sözünün 3-cü mənası da qurtuluşdur. Teslimiyet, bakın neden kurtulacağız diyeceğim, bakın cehaletten kurtulacağız. Bugün Azerbaycan'ın en büyük problemi nedir deyirsiniz, cehalet diyelim ben. Bakın cehaletten kurtulacağız. Kindən, nifrətdən, yalandan, iftiradan, pahalılıqdan, zulümdən, ədaletsizlikdən, bir-birinin arxasınca dedikodu eləməkdən, bizi yeyən, bitirən, enerjimizi alan her şeyden kurtulacaqsın. Bizi insanlıktan çıkaran her şeyden kurtulacaqsın. Teslim ol. Barış, kurtul. Bak, fikir verin indi. Din ne içindir burada? Bak, siz profan hayat deyirsiniz. Burada bizim de belə deyim ki, bizim de problemimiz budur ki, biz dinimizi insanlara Allah'ın koyduğu ölçülerle tanıtmamışıq. Ona göre dindar olmak geri kalmaktır. Məscidə getmək geri qalmaqdır. Namaz qılmaq geriçilikdir. Oruç tutmaq geriçilikdir. Deyir 1500'ü keçib sən bu dünya insanlar modernləşib, sən hələ məscidə gedirsən.